Məaric surəsində 35-ci ayəsində Allah Teala buyurur ki, 9 dəstənin haqqında bu kəlam gəlibdir. Yəni Allah onları cənnətdə hörmətli qərar verdi. Onlara böyük, yüksək məqam sahibi verib fəzilət əhli elədi. Bəli, yəni kəramət bizlərə ki, Qur'an buyurubdur, bilməliyik ki, kəramət, bu fəzilət Həzrət Hüseyin əleyhissalamın öz kəlamlarındadır və Həzrət Hüseyin əleyhissalam bizlərə bəyan eləyibdir ki, mən qiyam eləyirəm yalnız bir şey üçün, izzət tapmaq üçün. Zəlil kimi yaşamaqdansa izzətlə ölməyi mən seçirəm. Baxın, Həzrət Hüseyin əleyhissalamın buyurduğu və Həzrət buyurur ki, mənim bu inqilabım şər üçün deyil, batılə meyl eləmək deyil, fəsad etmək üçün deyil. Mən fəqət bunu eləyirəm ki, insanlar haqqı başa düşsün, islah olsunlar. Cəddim Peyğəmbər kimi, atam Əli kimi yaşasınlar. İstəyirəm ki, əmr məruf eləyəm və nəhyəz münkər eləyəm ki, atam və cəddimin yolunu sizlərə bəyan eləyəm. Həzrət Hüseyin əleyhissalam bununla istəyirdi ki, Aşuranın məğzin insanlara çatdırsın. İmam Əli əleyhissalam buyurur ki, Allahın dini, Qur'an, İslam heç bir vaxtı kiminsə sözü ilə tanınmaz. Əgər kiminsə sözü ilə İslamı tanısan, kiminsə sözü ilə hərəkət eləsən, sən İslamdan çıxacaqsan. Əgər kimin sözü ilə İslama gəlmisənsə, elə o cürə kişilərin də sözü ilə İslamdan çıxacaqsan. Həzrət buyurur ki, bəlkə haqq ayələrlə İslam tanınar. Haqqla İslamın ayələri tanınır. Həzrət buyurur ki, haqqı tanıyın ki, onun əhlini tanıyasınız. Əgər insan haqqı tanımasa, onun əhlini necə tanıyar? Həzrət Hüseyin əleyhissalamın dövründə məgər insanlar haqqı tanıyırdılar? Xeyr. Namaz qılırdı, amma haqqı tanımırdı. Oruç tuturdu, amma haqqı tanımırdı. Əgər onlar İslamın həqiqətini bilsəydilər, Allahı və Qur'anı yaxşı tanımış olsaydılar, onlar İmam Hüseyin əleyhissalamı şəhid eləməzdilər və gedib Muaviyyənin yanında oturmazdılar. Onlar tanımadıkları üçün haqqa qılınç çaldılar. Həzrət Hüseyin əleyhissalama qılınç qalxızdılar. Bu da odur ki, insan gərək haqqı tanıya ki, haqq kimin olduğunu bilə. Əgər bu günlərim Yezidi özünə rəhbər bilirsənsə, sən İmam Hüseyini heç vaxt tanımayacaqsan.